Bismillah. May ayı bu bürclərə çox böyük pullar gətirəcək. Kimlərdir? Ən dəqiq proqnoz. May 2026-cı il üçün astroloji maliyyə proqnozlarına baxanda görünür ki, bəzi bürclərin həqiqətən pul axını baxımından digərlərindən daha şanslıdır. Amma açıq deyim, bu 100% zəmanətli deyil. Daha doğrusu, daha çox fürsət və düzgün qərar və bərabərdir pul deməkdir. May ayında böyük pul şansı olan bürclər: 1. Qoç, Aries. May ayında qəfil pul gəlirləri mümkündür. Yeni imkanlar, əlavə qazanc yolları açılır. Xüsusilə ayın ortasından sonra gəlir artır. Bu bürc üçün birdən gələn pul enerjisi çox güclüdür. Buğa, stabil və artan gəlir dövrü. Köhnə işlərdən və ya yatırımlardan qalan uzun müddətli pul qoymaq üçün ideal vaxtdır. Sürətli deyil, amma böyük və davamlı enerjisi var. Gözlənilməz qazanc, bonus, yeni iş imkanları, tanınma və yüksəliş pul gətirir. Risk etsə çox qazana bilər, amma xərclərə diqqət. Qız, ağıllı qərarlar pul gətirir. İş dəyişimi, investisiya uğurlu ola bilər. Ağılla zənginləşən bürcdür bu ay. Əqrəb, 2026-cı il ümumilikdə maliyyə yüksəliş ili sayılır. Riskli, amma böyük qazanc potensialı var. Doğru addım, böyük pul. Oğlaq, uzun müddətli zənginlik qurmaq üçün güclü dövrdür. Karyera və sistemli gəlir artır. Ani deyil, amma varlanma yolu açılır. Diqqətli olmalı bürclər. Bu bürclər pul qazansa da itirə də bilər. Əkizlər, tərəzi, qoç, şir, impulsiv xərclərə görə risk altındadır. Ən dəqiq nəticə qısa. May ayında ən böyük pul enerjisi olan top bürclər: 1. Qoç, şir, buğa, qız. Uzun müddətli varlanma enerjisi olanlar: Oğlaq, Əqrəb.